Deməli uşaqlar bu gün top 10-du futbol tarixində ən çox quru oyun keçirmiş qapıçılar. Birinci Mark başlaya bilərsən. Buyur. Vara baxaq yoxsa? Yox, baxmayın, var. Birinci yerdə mən bilən Casillas'dır. Iker Casillas 439 quru oyun. Hə, bir dənə onu bilirəm də vəsə. Belirlə. Casillas'ın əzəli rəqibi gəl Buffonu deyə. Gianluigi Buffon ikinci yer 420 quru oyun. Yəqin ki, indiyənə kimi oynayırsa normal statistikası var, Neuer olar. Neuer 4-cü yer 327 quru oyun. 4 xal qazandı Mark. İngiltərədə oynayan Petr Çexi deyim. Petr Çex 3-cü yer 391 quru oyun. Uzun illər kim oynayır belə məşhur? Manchester United belə 2 metrli qapısı var idi. Van der Sar. Edwin van der Sar 7-ci yer 266 quru oyun. 7 xal qazandı Mark. Nə qədər bir dənə statistika götürüm ki, Barcelona az qol buraxırdı. Ona görə də Valdesi demək istəyərdim. Özü bomba qapıçı olmasa da bomba komandada oynayıb. Victor Valdes 8-ci yer 260 quru oyun. Maşallah. Yaxşı. Əvvəllər CSKA bayt eləmişəm. Məncə ola bilər. Uzun illərdə oynayıb. İndi oynamır, doğru deyəsən. Akinfeyev ola bilər. Artıq 94 ildir ki, futboldan getmək istəmir. 5-ci yerdə İqor Akinfeyev 317 quru oyun. Oynayır elə də. Oynayır deyəsən. Hə, ölməyib deyəsən. Gəl biraz geriyə qaydaq. Xandanoviç istəyirəm demək. Xandanoviç bu siyahıda yoxdur. Mark sənin haqqın var onu yerinə deməyə, davay. Bilmirəm vallahi, bilmirəm. Fərman. Reyna. Pepe Reina 343 quru oyun, 10-cu yer. 9-cu yer məncə tapmağa çətinlik çəkərsən. Mən heç özüm də tapmıram onu. Mikael Landro 253 quru oyun. Fransadan da o. Bilmirəm, deyəsən Məncə tapmayacaq. Deyəsən Şəmkirdə oynayır. Şəhərdə. Təbriklər Fərman. Yaxşı, utdun. Çox sağ ol.